Bu gördüyünüz dəmirin tarixçəsi çox maraqlı oldu. Deməli, bayram günü uşaqlar tonqal qalırdılar və dəmiri gördüm ki, o tonqalın yanındadır. Yəqin ki, taxtasını çıxarıb yandırmaq üçün qoyublar. Bunu da atmaq istəyirdilər. Soruşdum kimindir, götürə bilərəm? Hə, əmi götürə bilərsən. Oradan bir uşaq deyir ki, yox, əmi mənə lazımdır. Deyirəm ki, hə, bəs nəyə lazımdır? Deyir ki, dəmir yığanlara verəcəm. Deyirəm, neçə verəcəksən? Deyir, 5 manata. Deyirəm, 5 manat verməzlər dəmir yığanlara. Nəysə, o şimdi alver elədik qaqaşla 1 manata aldım stulu. Üstündə 1 manat xırda var idi ona görə. Və bir də uşaq desəydi ki, əgər bunu başqa daha xeyirli məqsədlə istifadə edəcəm, mən ona görə qiymət ölçərdim. Dəmirə bundan zaten 1 manat artıq verən deyildilər. Nəysə ki, stulu aldım, gətirdim, gördüyünüz kimi işlədim, belə bir stul ortaya çıxdı və sizin həyətinizdə də belə bir şeylər varsa, şəkillərini mənə direktə göndərin, dəyərləndirək. İraq tutdular ki, yanlarını sərt eləmişdik, düz deyirlər. Bunda isə o səhvi aradan qaldırdım, daha mənə elə gəlir ki, biraz daha gözəl iş çıxdı. Ona görə də fikirlərinizi yazmağa çəkinməyin dostlar.